Salam hörmətli izləyicilərimiz, sizə bir cənnət kimi ev tapmışam. Bu söz həqiqi ürəyimdən gələn söz oldu hörmətli izləyicilərimiz. O deyirdiniz Cahangir villa təqdim edirəmsə hovuzdur. Altının 5-ə hovuzdur, indi hovuz təmizlənməyib. Filtrinə qədər, bax yandığımız hissədə hörmətli izləyicilərimiz filtrinə qədər var. 8 sot torpağın içində bağlı, bağçalı, meşə kimi həyəti var hörmətli izləyicilərimiz. Qiymət də ki, super bir qiymətə verildi. Yəni bu qiymətə villa çətin tapar hörmətli izləyicilərimiz. Bax burada 6-nın 5-ə hovuzudur. Filtri, zaten hamısını göstərəcəm sizə. Hər bir şey var. Bax burada baxın bir dənə zəhmət olmasa göstər. Filtri zaten hər bir şey var. Burada su qurantı. Həyətə karbolit pamet döşənilir. Villamız 8 otaqdan ibarətdir. Şəxsi tikilmiş villadır. Yəni hovuzu, bax burada landşaftdır. Ən bahalı ağaclardan əkilib burada hörmətli izləyicilərimiz. Görürsünüz? Sarayın hündür bir ərazisində yerləşir. Havası təmizdir. Burada yəni hündür ərazidə bilirsiniz, ağcaqana azad belə şeylər olmur. Hörmətli izləyicilərimiz gəlin. Villaya baxın. Bir dənə balkonu var elə onun. Bəlkə bir 50 kvadrata yaxın balkon. Bu türk söylü deyirlər. Ondan da hörmətli izləyicilərimiz. Villa deyirəm sizə villa. Bax villanın ən mühüm üstün cəhətlərindən biri iki tərəfə çıxışın olmalıdır. Həm bu tərəfə, həm o biri tərəfə 8 otaqdan ibarətdir. Hörmətli izləyicilərimiz. Bax o bir tərəfdən də qapısı var. Oyda meşə kimi bir dənə villa tapmışam sizə. Hörmətli izləyicilərim, meşə kimidir. Gəlin keçək. Hörmətli izləyicilərim, mən bu qədər belə villa görməmişəm. Məsələn, villalar var müasir üslubda. Bu şəxsi tikili villalar olduğuna görə bağlı bağçalıdır. Burada bar verən ağaclarda olmayan ağacı yoxdur. Maşallah meşə kimidir. Nə göstər olar hörmətli izləyicilərim. Qoz ağacından tutmuş, fındıq ağacı. Qardaş qeyd elədi ki 25 növ ağacı var. 25 növ ağacı var. Bax, burada da bilmirəm nə ağacıdır. Bu nə ağacıdır? Alçı ağacı olmalıdır. Hörmətli izləyicilərimiz. Gəlin. Maşallah, ox basırdı. Burada da nə qədər villası var. Bir də baxımsız qalır, hörmətli izləyicilərim. Villa deyərdim, sizə villa. Hörmətli izləyicilərimiz. Bu ağaclar çəkənmədim, meşə kimi idi, girə bilmədim ora. Burada 14 dənə də nə deyirlər ona? Feyxu ağacı. Feyxu ağacı var, hörmətli izləyicilərimiz. Həyəti görürsünüz də, yəni meşə kimidir. Hələ Yunus, gəl bir dənə buradan göstərək, hörmətli izləyicilərimizə. Bax, burada da məsələn zeytun ağacları var. Zeytun bağlıdır. Bu bir tərəfdən çıxış var, sol tərəfdən. Buradan da bir xeyli ağacları var. Zeytun, bu tərəfində də nar ağacları. Evin villanın dörd bir tərəfində də dolaşmaq olur hörmətli izləyicilərimiz. 8 sotun içində yerləşir. Bu villa qiymət münasib bir qiymətə satışa çıxarılıb. 6-nın 5-ə hovuzu da var, filtrli hovuzu da var. İndi inşallah keçək bu villamızdan, şəxsi tikili villamızdan tanış olun. Bu villanın başqa villalardan nə üstünlüyü var? Bu şəxsi özünə tikilmiş villadır. Yəni başqalarıyla müqayisə edilən modeli müəyyən var. Burada kutudan mebeli var. Bura metlardır, yəni iki stupoldur, taxta qapıları. Buradan koridor sistemidir. Birinci mərtəbədən solda bir dənə zallı giriş, iki pəncərəsi var. Radiator kamera sistemi var. Hörmətli izləyicilərimiz, villanın kamera sistemi olmalıdır. Uzaqdan idarə etmə, telefonun izlənməsi var. Hörmətli izləyicilərimiz, bu villaya baxmaq üçün bir gün qabaqcadan xahiş edilən zəruridir. Çünki qiymət münasib qiymətə verilir. 180.000 manata təklif olunur. 180.000 manat. Yəni, bazar qiymətindən dəfələrlə aşağıya. Bir dənə var buradadır. Bütün villanın, görürsünüz, təmiri yüksək səviyyədədir. Təmiri yüksək səviyyədədir. Hər bir şey qaydasındadır. İzləyicilərimiz. Buradan sağ olsun, birinci mərtəbədə sağ olsun. Bax, burada, yəni çirçiş, eşik, kafeli, metlalı, hər bir şeyi, kermogranit, burada təmirdən çıxır. Buradakı bir cürədir. Hər bir şey qaydasındadır. Hörmətli izləyicilərimiz, yəni, haradasa bir
12, 13 il, 15 il villası olar. Bir dənə keç buradan, hörmətli izləyicilər, sizə baxsınlar. Bir dənə yataq otağı buradadır. Deməli, villamızda aşağıda bir zal, 2 yataq otağı. Yataq otağının biri böyük, biri balacadır. Ümumilikdə aşağıda 3 dənə otaq var. Çıxırıq ikinci mərtəbəyə. Bir dənə gözəlliyi çəkəcək. Bir dənə çəkəcək. Pərdəsindən tutmuş lüstrünə qədər. Lüstrə dedi ki, lüstrə bir 3000-ə yaxın pul vermişəm. Bahalı lüstrdür. Yəni saxlanmaca, qiymətə daxildir. Keçdik ikinci mərtəbəsinə. Mənim ən çox sevdirən, sevinci olan baba, buna var ha, baba şişmişdir. Pərdəsinə bax. Super pərdədir. Hörmətli izləyicilərimiz. İkinci mərtəbədə bir dənə böyük bir dənə zal var. Zaldan əlavə də ikinci mərtəbədə nələr var? Bir dənə buradan göstər. Ən çox xoşuma gələn mənim bu hiss oldu. Gözəl. Bax, pərdə, bu bahalı pərdə yeri var, adı nəysə, oradan alıblar. O evin pərdə sisteminə hələ bir 8000-ə yaxın pul verilir. Burada bir həyət otağı. Qəşəng. Buradan həyətə baxıram, maşallah həyətində həqiqi olmayan ağac yoxdur. Nadir pəncəyi tutur. Yəni, siz şəxsi tikili villa axtaranlar üçün ideal bir sistemdir. Bir dənə yataq otağı buradadır. Yenə qeyd edirəm, 8 sotun içində yerləşir, 180.000 manata təklif olunur. Yəni, sarayın hündür ərazisi, kanalizasiya, su, qaz, işıq, bir də torpağın sənədləri qaydasındadır. Burada da bir nə belə bir ayaqlısı var, ikinci mərtəbədə, sanuzeldir. Buranı da köhnə hamam kimi nəzərdə tutulur, amma təmir olmuyor. Aşağı təmir olunur, yuxarı yox. Burada da belə yataqlar var. Ümumilikdə ikinci mərtəbədə bir zal, 3 dənə otaq oldu. Deməli 4, 3. 7 otaqlı evdir. Keçək hörmətli izləyicilərimiz. Biraz bu tərəfə keçin. Hörmətli izləyicilərimiz. Buradan sarayın tezə yolunu göstərir. Saray postu da göstərir. Bir dənə zəhmət olmasa oradan göstərir. Geniş balkonu var. Hovuz da göstərilir burada. Yəni hələ burada bir qonaqlıq eləmək olar. Qonaqlıq eləmək olar. Gəl bir dənə buradan hörmətli meşəni göstərin. Baxırsınız. Bir dənə həyətinə baxın. Bax, həyəti meşə kimidir. Meşə kimidir həyəti. Şəxsi tikili, özünə villa axtaranlar üçün 180.000 manata təklif olunur. Real alıcı ilə, yəni behlə gələn alıcı ilə qiymətdən anlaşma var. Bu villaya baxmaq üçün bir gün qabaqcadan zəng eləmək, xahiş olunur.